Temudan məhsulları geri qaytarmadan pulunuzu geri almaq üçün yaradıcı və inandırıcı həll yolları axtarırsınızsa, bir neçə məqama diqqət yetirmək vacibdir. Unutmayın ki, hər bir şirkətin öz qaytarma və geri ödəmə siyasəti var və B, o siyasətlərə riayət etmək ümumiyyətlə ən yaxşı yoldur. Bununla belə, bəzi hallarda fərqli yanaşmalar mümkün ola bilər. Potensial həll yolları və diqqət edilməli məqamlar. 1. Məhsulun vəziyyəti və şirkətin siyasəti. Zədələnmiş və ya qüsurlu məhsul. Əgər məhsul sizə zədələnmiş, qüsurlu və ya təsvirə uyğun olmayan şəkildə cavabsa, BU, pulunuzu geri almaq üçün ən güclü arqumentdir. Belə hallarda, bir çox şirkət məhsulun geri qaytarılmasını tələb etmədən pulu geri ödəyə bilər, xüsusən də geri göndərmə xərcləri məhsulun dəyərindən çox olarsa. Sübut toplayın. Məhsulun şəkillərini və ya videolarını çəkin, zədələri və ya uyğunsuzluqları aydın şəkildə göstərin. Temu ilə əlaqə saxlayın. Müştəri xidmətləri ilə əlaqə saxlayıb vəziyyəti izah edin və sübutlarınızı təqdim edin. Onlara məhsulu geri qaytarmağın əlavə xərc və narahatlıq yaradacağını bildirin. Asaqi dəyərli məhsullar. Bəzən asaqi dəyərli məhsullar, ucuz şirkətlər geri qaytarma prosesini yaratdığı xərclərdən qaçmaq üçün pulu geri ödəyib məhsulu sizdə saxlamağa razı ola bilərlər. 2. İnandırıcı ünsiyyət. Problemi aydın izah edin. Niyə geri ödəmə tələb etdiyinizi və niyə məhsulu geri qaytara bilmədiyinizi və ya bunun məqsədə uyğun olmadığını aydın və nəzakətli şəkildə izah edin. Məsələn, sağlamlıq problemləri, məsafənin uzaqlığı və ya geri göndərmə xərclərinin yüksək olması kimi səbəblər göstərilə bilər, əgər həqiqətən də belədirsə. Sadiqlik kartından istifadə edin, əgər varsa. Əgər Temunun sadiq müştərisisinizsə və tez-tez alış-veriş edirsinizsə, bunu qeyd etmək sizin lehinə işləyə bilər. Şirkətlər sadiq müştərilərini itirmək istəmirlər. Kompromis təklif edin. Tam geri ödəmə əvəzinə qismən geri ödəmə və ya gələcək alış-veriş ucun kupon kimi alternativ həll yolları təklif edə bilərsiniz. BU. Şirkətin də müəyyən qədər qalib çıxdığını göstərir. 3. Temunun siyasətindəki boşluqlar, əgər varsa, siyasəti diqqətlə oxuyun. Temunun qaytarma və geri ödəmə siyasətini diqqətlə oxuyun. Bəzi xüsusi hallar və ya istisnalar ola bilər ki, sizin vəziyyətinizə uyğun gəlsin və məhsulu geri qaytarmadan pulunuzu geri almağınıza imkan yaratsın. Goodwill gesture, xoş məram göstəricisi. Bəzi hallarda, xüsusilə də müştəri məmnuniyyətini yüksək tutan şirkətlər, siyasətlərində birbaşa yer almasa belə, müştərini məmnun etmək üçün xoş məram göstəricisi olaraq geri ödəmə edə bilərlər. BU. Xüsusilə kiçik problemlər və ya anlaşılmazlıqlar zamanı baş verə bilər. 4. Diqqət edilməli etik məqamlar. Dürüstlük. Həmişə dürüst olun. Yanlış məlumat vermək və ya vəziyyəti sisirtmək uzun müddətdə sizin əleyhinizə işləyə bilər və şirkətlə gələcək münasibətlərinizə xələl gətirə bilər. Sui-istifadə etməmək. B. Ucur yanaşmalardan davamlı olaraq və ya əsassız yerə istifadə etmək, şirkətlərin siyasətlərini sərtləşdirməsinə və digər müştərilər ucunda çətinliklər yaranmasına səbəb ola bilər. Concrete addımlar. 1. Temu müştəri xidmətləri ilə əlaqə. Temu tətbiqi və ya veb saytı üzərindən müştəri xidmətləri ilə əlaqə saxlayın. Probleminizi ətraflı şəkildə izah edin. Məsələn, məhsulun zədəli olması, təsvirə uyğun gəlməməsi və s. Hazırladığınız foto-blur video sübutları onlara göndərin. Məhsulu geri qaytarmağın sizin ucun niyə çətin və ya məsrəfli olduğunu nəzakətlə bildirin. Məhsulu geri qaytarmadan pulunuzun geri ödənilməsini xahiş edin. 2. Məsələni eskalasiya etmək. Lazım gələrsə, əgər ilk müraciətinizdə qaneedici cavab almasanız, məsələnin daha yüksək səlahiyyətli bir nümayəndəyə və ya menecerə oturulmasını xahiş edin. Bəzən ilk səviyyə müştəri xidməti nümayəndələrinin səlahiyyətləri məhdud olur. Unutmayın, hər bir vəziyyət fərqlidir və nəticə şirkətin siyasətindən, problemin mahiyyətindən və sizin ünsiyyət bacarığınızdan asılı olacaq. Əsas məqsədiniz şirkətlə qarşılıqlı anlaşma əldə etmək olmalıdır. B. Bu məsləhətlər yalnız mümkün yanaşmalardır və uğurlu nəticəyə zəmanət vermir. Hər zaman ilk növbədə şirkətin rəsmi qaydaları ilə və prosedurları ilə müraciət etmək tövsiyə olunur.